Niyyətim gələcək nəsil üçün daim müdafiə və ilahi yolla kömək olan bir elm haqqında, havas elmi haqqında məlumat verməkdir. Bildiyimiz kimi dünyada bir çox elmlər mövcuddur. Dəqiq elmlər, humanitar elmlər və s. Ancaq bir elm də mövcuddur ki, bu elm haqqında Azərbaycanda açıq-aşkar məlumat indiyə qədər verilməyib. Bu elm hansı elmdir? Bu elmin adı havas elmidir. Bu elmi Azərbaycanda güclü bilən şəxslər barmaq hesabıdır. Çünki bu elm insanlara müəllimlər tərəfindən öyrədilmir. Bəs kim tərəfindən öyrədilir? Bu elmi insanlara yalnız və yalnız ilahi izinlə, mələklər vasitəsilə öyrədilə bilər. Bu elə bir elmdir ki, bu elmi öyrənmək istəyən insanlar ömrünün ən azı 30-40 ilini bu elmin araşdırmağa sərf etmişdir. Havas elmi elə bir elmdir ki, bu elmin vasitəsilə bütün kafir, aşiq, xristiyan, yahudi, müsəlman, cin və ya cinli insanların, şeytan və ya şeytana qulluq edən insanların öhdəsindən gəlmək olur. Və hətta insanları idarə edən mənfi qüvvələri məhv etmək mümkündür. Bir fikri də söyləyim ki, hər hansı bir şəxsin izinsiz bu elmi öyrənməyə məsləhət görmürəm. Çünki bu elmə sahiblənmək istəyənlərin 70-80% ya ruhi xəstə, ya böyük itkilər maddi-mənəvi verə bilir, ya da öz ruhunu şeytana sata bilər. Yalnız və yalnız daim ibadətdə olan, daim Quran-ı Kərim oxuyanlar müdafiəli şəkildə bu elmi öyrənə bilərlər. O da Allahın izni ilə. Bunu da deyim ki, bu elmlə məşğul olmaq istəyənlər çox vaxt ya pula, ya var dövlətə, ya da şəhvətə uyub özlərini şeytanın əsgərinə çevirirlər, özləri də bilmədən. Bu elmin qaynağı Peyğəmbər sallallahu əleyhi və səlləmdəndir. Bəqərə 102 ayəsində Harut və Marut adlı iki mələk vasitəsilə Peyğəmbərə Allah tərəfindən öyrədilib. Və sonra Peyğəmbərimiz bu elmi Həzrət Əliyə öyrətmişdir. Havas elmi İslami bir elmdir. Bu elm mələklərdən və ruhani görevlilərdən yardım almaq. Biz dua edərkən əllərimizi qaldırıb Allaha yalvarırıq. Havas elmi isə yazılı şəkildə Allahdan kömək istəmək deməkdir.